So here we are, guys, again with Elshad Süleymanov, a veteran of First Karabakh War, and we will take interview, ask some questions from him about First Karabakh War and Second Karabakh War. Əvvəlcə sizi salamlayırıq. Bir özünüzü ümumiyyətlə ümumi bir şəkildə təqdim edərdiniz, zəhmət olmasa. Mən də salamlayıram hamınızı xoş gördük. Birincisi təşəkkür edirəm məni seçdiyinizə görə belə bir şeyə. Onu deyim ki, mən Qarabağqa, birinci Qarabağ müharibəsi qazisiyəm. O illərdə mən çox gənc idim. Müharibəyə gedən vaxtı çox gənc idim. Amma gənc olmağıma baxmayaraq da başa düşürdüm ki, vətəni qorumaq lazımdır və bu hamımızın borcudur. Ümumiyyətlə 90-cı illər çox ağır illər idi. Ölkə çətin vəziyyətdə idi. Silah-sursat o qədər də yox idi. Amma ruh yüksəkliyi vardı. Hamımızda ruh yüksəkliyi vardı. Ruhumuz güclü idi. Elə məhz buna görə də biz döyüşlərə getdik. Bu döyüşlərə gedəndə nə də ki heç birimiz nə ad qazanmaqdan ötürü, nə qəhrəmanlıq göstərməkdən ötürü belə şeylər biz axtarmırdıq. Belə şeylər bizim fikrimizdə yox idi. Sadəcə istəyirdik ki, torpaqlarımızı erməni işğalından azad eləyək. Xalqımız öz yurdundan, yuvasından didərgin düşməsin. Mən bu döyüşlərdə çox dostlarımı itirdim. Elə dostlarım vardı ki, bir yerdə çörək yeyirdik. Amma səhərsi günü həmən adam şəhid olurdu. Onların xatirəsi bu gün də mənimlədir. Həmişə də mənimlə olacaq. Bilirəm ki, siz bunları, yəni bu şeyləri kitablardan oxuyursunuz. Amma bu tarix bizə çox baha başa gəlib. O illərdə təkcə müharibə deyil, həm də xalq olaraq sınaqdan keçdiyimiz dövrlər idi. Keçid dövrü də belə deyək, keçid dövrü idi. Ac qalmışıq, susuz qalmışıq. Amma iradəmizi heç vaxt itirməmişik. Mən hər zaman deyirəm, bundan belə də deyəcəm, torpaq, bayraq, azadlıq. Biz bu dəyərlər üçün can verdik. İndi sizin nəsil azad bir ölkədə böyüyürsünüz. Bundan ötürü biz çalışmışıq. Və mənim sizə tövsiyəm də budur ki, dərs oxuyun, tariximizi bilin. Çünki tarixin bilməyən xalq gələcəyini də qura bilməz. Sonda da bir söz deyim ki, biz o günləri yaşadıq ki, siz bugün rahat nəfəs alasınız. Vətən birdir. Onu qorumaq hər dövrdə hər birimizin borcudur. Yəni ki, bunun vaxtı olmur. Birinci Qarabağ müharibəsi, ikinci Qarabağ müharibəsi, bunlar başqa şeylərdir. Amma vətəni, ümumiyyətlə vətəni qorumaq həmişə lazımdır. Belə, əsas odur ki, vətənə sahib çıxaq. Çox sağ olun özünüzü təqdim etdiyiniz üçün və indi sizə bir-iki sualımız olacaq idi ki, yəni onları da cavablandırmanız yaxşı olar. Müharibə başlamazdan əvvəl Qarabağ regionunda siyasi vəziyyət necə idi? Müharibə başlamazdan əvvəl deyəndə ki, ümumiyyətlə ermənilər neçə illər idi ki, bundan ötürü hazırlaşırdılar. Onlar hətta Azərbaycanda yaşayan ermənilər eşitdiyimizə görə də, indi biz də eşitdiyimiz deyirik. Onlar həmin fonda pullar köçürdürdülər.
tam şəkildə hazırlaşmışdılar. Ona görə ki, Qarabağ elə bir yerdir ki, ora dünyanın bütün ölkələri sahib olmaq istəyər. Kəlbəcərdəki dağların qızılları, nə bilim, isti su, mineral suları. Ümumiyyətlə, Qarabağda nələr yox idi ki, nələr yoxdur ki. Bütün dünya ölkələri, hegemon ölkələr belə tək Qarabağa heyran, belə deyək ki, heyrandılar. Siyasi vəziyyət bax belə gətirdi ki, axırda da ermənilər qabağa düşdü müharibəyə başlamaqda və başladılar da. Belədir. Siz müharibənin başlamağından necə xəbərdar oldunuz və həmin an hardaydınız? Müharibə 1988-ci ildə başladı başlamağına. Mən onda orta məktəbdə oxuyurdum. Xəbər tutmaq da ki, televizordan, qəzetlərdən, o vaxt yəni ki, belə telefon zad, belə şeylər yox idi. Yəni, kimsə hardansa tez öyrənsin, belə sosial şəbəkələr zadlar yox idi. Ancaq televiziyadan, bir də ki, qəzetlərdən xəbər tutdum. Dediyim kimi, orta məktəbdə oxuyurdum. Hətta orta məktəbi qutarandan sonra da gedib o vaxtı Sovet rejimi idi də, SSR vaxtı. Mən gedib, məcburi idi, yəni bu məcburi idi. Gedib mən Sovet ordusunda xidmət də eləmişəm. O vaxt ki, Leningrad, indiki Sankt-Peterburg şəhərində 2 il xidmətimi də eləmişəm. 92-ci ildə gələndən sonra müharibəyə getmişəm. O da ki, olub Ulu Öndərimiz Heydər Əliyevin çağırışı ilə müraciət elədi, çağırış elədi. O vaxtı güclü ordu yarandı və biz də müharibəyə belə getdik. Aydındır. Hi again, and I'm so happy to hear all about the First Karabakh War, and it's a good pleasure for me, and such a history is so meaningful. So my question is to know, did you go to the first Karabakh War voluntary, or you were mobilized? Deyir ki, müharibəyə könüllü şəkildə yollandınız, yoxsa səfərbərliklə? Yox, mən könüllü getmişəm. Vaxtı ilə, hətta bu da yadımdadır ki, məni hərbi komissarlıqda çıxartdılar qabağa nümunə kimi. O vaxt hərbi komissarlığın bir işçisi məni nümunə kimi çıxartdı qabağa. Elan da elədi ki, bax, bu adam könüllü gəlib. Ümumiyyətlə, yenə deyirəm ki, o vaxtı hamının ürəyində var idi ki, getsin, vətən üçün, torpaq üçün nəsə eləsin. Mənim kimi minlərlə adamlar var idi. Və onlardan da biri mən idim ki, könüllü getmişdim. Könüllü getdim. Bir ilə qədər də döyüşdüm. Sonra yaralandım. Belə, bu qədər. Can you share with us what did he remember about the First Karabakh War? Because today, the First Karabakh from today is like about 20 years ago. Can he remember something and share with us? Deyir ki, müharibədən məsələn nələri xatırlayırsınız? Mümkünsə bizlə bölüşün. Müharibə bizim ürəyimizdə ancaq acı xatirələr qoyub. Müharibədən heç bir yaxşı şey xatırlamaq, yəni elə bir yaxşı şey xatırlaya bilmərik.
ancaq acı xatirələr qoydu ürəyimizdə. Və şükür Allaha ki, bunu bizdən sonraki nəsil bu acı xatirələri az da olsa sildi, amma qalmağına yenə də qalır. Nəyi bölüşmək olar? O olar ki, məsələn, o müharibədə elə oğlanlar getdi ki, nə deyim, valla mən onun bir qolu boyda olmuşam. Elə əjdaha oğlanlar getdi müharibədə. O vaxtki müharibədə, yəni. İndikində də, bu 44 günlük müharibədə də elə oldu, amma ki, o vaxtki müharibədə, yəni gözümün qabağında olan şeylər idi də. Satqınçılıqlar vardı, məsələn, onları xatırlaya bilirəm. Satqınçılıqlar vardı. Yəni, satqınçılıqlar da necə? Səlis Azərbaycan dilində danışa bilən ermənilər gəlib girirdi, məsələn, rotalara, Azərbaycanlı adı ilə gəlib girirdi rotalara. Və bununla da bizə planlarımız bilinirdi, çox şeylər pozulurdu. Yəni, belə şeylər vardı. Xatırlayacaq şeylər bulardı. Yəni, 1-ci Qarabağ müharibəsindən mən belə şey xatırlaya bilərəm. Bax, belə, bu qədər. Deməli, sualım belə idi ki, müharibə zamanı sizə ən çox güc verən amillər nələr idi? Müharibə zamanı bizə güc verən amillər, yəni mən məsələn şəxsən özümdən danışıram ki, mən müharibəyə gedəndə Allahverdi Bağırov kimi, Əliyar Əliyev kimi böyük adamlar artıq şəhid olmuşdular. Onların qanını almaq məqsədi ilə biz, yəni tək çəkdiyim adlardan getmir söhbət. O kimi adamların, yəni qanın almaq məqsədi ilə gedib döyüşürdük və bu da bizə güc verirdi. Yəni, bilirsiniz nətərdir? Müharibə elə bir şeydir ki, orada adamın gözlərin qan örtür. Belə deyim də. Müharibədə adamın gözün qan örtür. Məsələn, mən yanımda müharibədən qabağa, mənim yanımda kimsə ölsəydi, belə deyək də, yəni adi qayda, müharibəsiz ölsəydi, bəlkə də mən, nə bilim, belə biraz şey olardı, qorxardımmı deyim, yoxsa belə çəkinərdimmi, diksinərdimmi, yəni belə bir şey ola bilərdi. Amma müharibə elədir ki, müharibədə adamın gözün qan örtür və heç nə görmürsən. Bircə o fikrində olur ki, bircə onu fikirləşirsən ki, mənim bayaq dediyim kimi dostlarım, yoldaşlarım getdi yanımdan. Bircə onu fikirləşirsən ki, mən bunun qanını almalıyam. Məsələn, olur ki, beyinə gəlir ki, necə deyim, gözün qabağına gəlir ki, məsələn, Xocalı faciəsi, belə deyək də, oradakı hadisələr. Elə şeylər adama biraz güc verir. Yəni, necə deyim sizə, hissiyatsız olur adam. Yəni, adama güc verən şeylər, bax, belə şeylərdir. Yəni, onların qanını almaq, bax, belə. 2-ci Qarabağ müharibəsində qazanılan zəfər sizin üçün nə ifadə edir? Və bu 1-ci Qarabağ müharibəsindəki işlər əvəz edir? Əvəz oldu, yəni. 2-ci Qarabağ müharibəsində, bəli, qazanılan zəfər bizim, necə deyim, başımızın
qalxması kimi bir şeydir mənim üçün. Yəni o vaxtı əvvəl dediyim kimi o satqınçılıqlar, zətlər ki vardı, məcburiyyətlə indi biz müvəqqəti məğlub olmuşduq. Amma ikinci Qarabağ müharibəsindəki o qazanılan zəfər bizim alnımızdan o belə deyim də qara ləkəni sildi. Oradakılar da hamısı bizim balalarımız. Orada şəhid olanlar, qazi olanlar, salamat qayıdanlar hamısı bizim balalarımız, qardaşlarımızın balaları, bacılarımızın balaları. Yəni ki onların o qələbəsi bizi doğrudan da belə ruhdan düşməməyə sövq elədi. İtkilərin əvəz olunmasına gələndə, itkilərin əvəz olunması itki heç olmasaydı lap yaxşı olardı. Amma bu da mümkündür. Müharibə belə bir şeydir ki, bu mümkün olan şeydir. Müharibədə şəhid də olur, qazi də olur, salamat qayıdan da olur. İtkilərin əvəzi yenə deyirəm, bu məcburiyyətdəndir, amma oldu, əvəz elədi. Şəxsən eşidəndə ki, erməni tərəfdən nə qədər itki oldu, biz tərəfdən nə qədər itki oldu, o biraz yenə deyirəm, itki bütün hamı üçün bir istənilməyən bir şeydir. Amma məcburiyyətdən olan bir şeydir ki, bu eşidəndə ki, hə, bu qədər bizdəndir, bu qədər onlardandır, hə, onda fikirləşirsən ki, hə, əvəz olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Yenə deyirəm, onlar hamısı bizim özümüzünkilərdir, canımızdır, ciyərimiz. Belə, bu qədər. Sonraki sual olaraq da bugün Qarabağda olan yenidən qurma işləri barədə xəbərdarsınızmı yoxsa? Bəli, xəbərim var. Yenidən qurma işləri gedir. Ali Başkomandan əmri ilə yenidən qurma işləri gedir və ondan da razıyam. Belə götürəndə ondan da razıyam. Çox razıyam. Ona görə ki, bu hamımız üçün vacib olan bir şey idi. İndi də bu işlər gedirsə, deməli biz bundan razı olmalıyıq. Mən belə başa düşürəm. Belə. Son sual olaraq da ki, İkinci Qarabağ müharibəsindən sonra heç Qarabağda olma şansınız oldu-mu? Hələlik ki olmayıb. Amma mütləq inşallah gedəcəm. Allah ömrümüzə dəyməsə, mütləq fikrim var. Gedib torpaqları ziyarət eləməyinə dəyər. Əsas da necə deyim, belə təvəzzökarlıqdan uzaq olsa da, əsas da bizi üçün. Yəni ki, qanımız tökülən torpaqlarda olar. Əsas da bizim haqqımızdır. İnşallah olar. Amma hələ ki olmayıb. Çox sağ olun, bütün sualları cavablandırdığınız üçün təşəkkür edirəm sizə. İlk başda
Bütün qazilərimiz olmaqla qazilərimizə Allahdan şəfa diləyirik, şəhidlərimizə də Allahdan rəhmət diləyirik. Öncəliklə hər kəsə təşəkkür edirəm izlədiyiniz üçün. Bəzi gözlənilməz səbəblərdən dolayı intervyunu biz onlayn şəkildə etmək məcburiyyətində qaldıq. Daha sonra da yenə də təşəkkür edirəm diqqətiniz üçün. Çox sağ olun. Mən də təşəkkür edirəm sizə. Çox sağ olun. Allah sizləri qorusun. Çox sağ olun, çox sağ olun. Yorduq sizə üzrsən. Sağ olun. Thank you so much. Thank you so much. Çox sağ olun. Sağ olun. Sağ olun.